İnsan dəstəmaz alır, məhcisə gedir də və belə bir hədis var ki, hər addımına görə, bir addımına görə savab yazılır, bir addımına görə günah silinir. Yolda dəstəmazı pozulsa, qalan yol boyu o hədisə uyub, yəni o hədis sayılır, yoxsa necə? Bəli, əsas odur ki, evdən çıxanda dəstəmazı şəkildə çıxarsan, niyyətlənəsən. Hədis Buxari Müslimdə gəlir. Bəli, hər bir addıma görə savab yazılır. Yəni biri silinir, biri yazılır. Həmçində başqa hədisdə gəlir ki, sübhdən işə xüsusi gəlir. Bilsəniz onun savabı nədir? Sürünə-sürünə də olsa belə gedərdiniz. Bəli. Duha namazı günah çıxandan 15 dəqiqə sonra qılınır, yoxsa 20 dəqiqə? Təxmini bəli, 15 dəqiqə sonra qılınır. Yəni 15-20 dəqiqə sonra qıla bilərsən və getdi zöhr namazında bir 20 dəqiqə, 15 dəqiqə almış kimi qıla bilirsən. Əgər yəni işin gücün yoxdursa, ən fəzilətli vaxtı günün tam qızmarı olanda, yəni zöhrə yaxınsız. Amma yox, bilirsən ki, qılamayacaqsan, yəni nə var, rahatda onda qılırsan. Məsciddəsənsə, elə yaxşıdır ki, məscid namazını, yəni cəmaat namazını qıldın, oturursan, bəzi rəylərə görə, yəni hədisə görə oturmaq, yəni xüsusi orada niyyət odur ki, məsciddən çıxmayasan, amma zikirdən özünü məşğul eləyəsən. Yerini dəyişsən də belə problemdir. Amma nə etməlisən? Yəni danışmaq olmaz, dünya söhbət. Yalnız zikirdən özünü məşğul eləsən, o halda sonra durursan, duha namazı gedəndən sonra kimsə duha namaz qılırsan, sənə məqbul olmuş hədis savabı yazılır. Deyə bilərəm müəllim. Bəli, bu. Səhv eləmirəmsə Kamal müəllim idi, dərsdə demişdi ki, bir tam ümrə, bir tam hədis savabı yazılır. Bu var, o da var. Azan iqamə arasında dua eləyəndə insan əllərini qaldırmır da, düzdür? Bəli. Azan iqamə arasında insan dua eləyəndə əllərini qaldırmır. Dua eləmək ümumiyyətcə qardaşdır, yəni ki, o fərqi yoxdur. Yəni azan iqamə olsun, başqa vaxt olsun, yəni insanın duanın ədəblərindən də əl qalxızmaq. Fərqi qalxıza bilərsən. Olar, azan iqamə arasında? Əlbəttə olar. Sadəcə olaraq ümumi şəkildə olmaz. İnsan məsələn elə bir yerdə olur ki, məsələn bir dənə azan eşidir, məscidi yaxındır. Amma məsələn həmin azan qutarandan sonra onu təkrar eləyir də, onun savabı var axı. Başqa bir məscidin azanını da eşidir. Onu da təkrar eləsə savab var ona görə də. Əlbəttə. Amma azan eşidirirsə getmə səviyyəsində mütləq getməlidir məscidə. Bilirsiniz mi? O deyəsən namaza aiddir deyəsən, hə? Bəli. Namaza fərqi yoxdur, istəyir adi namaz olsun. Cümə ümumiyyətdir, onda alış-veriş də dayanır. Amma cümə bax necədir, qardaşlar? Əgər sizin həmin şəhərdə yaşamırsınız, biri Bakıda yox, Bakı kəndində yaşayırsa, o cümə üçün Bakı kəndində... Sən qardaş, mən eşitmişəm ki, əgər azan verilirsə, günlük 5 vaxt namazda, və sən onu işləyirsənsə, icabət eləməlisən namaza. Amma cümə günü yaşadığın yerdən kənardan cüməyə gedirsənsə, cümə varsa, amma sən orada düşmürsənsə, məsəl üçün Bakı və sən qırağında, sən qırağında yaşayırsansə, cümə varsa və azan verirsən, sən onu işləmirsənsə, getməyə bilərsən. İxtilaflı məsələdir, o ayrı məsələ. Söhbət belə 5 vaxt namazdan da gedir də, söhbət gedib bilənə vacib olub olunma. Azan eşitdinsə, bax 5 vaxt namazdan gedir. Adil cümə namazında daxil olmuruq. Demək 5 vaxt namazda sən azan eşidirsənsə, yəni azan eşitmək burada qardaşlar mikrofonla getmir. Olsun sən 10 kilometrdən azan eşidirsən. Sən artıq vacib deyil. Bəli, təbii səsdən gələn səviyyəsi bu təxmini götürülür alimlər 2 kilometrə kimi. 2 kilometrə kimi insana yəni ki, vacibdir getməsi. Artıq yəni evdə, hətta bəzi alimlər deyir ki, evdə qılınan namaz sayılmır. Əgər getmirsənsə, nətər üzürsüz səbəbdən. O ki, qalı cümə də eyni şeydir. Necə, yəni azan eşitdinsə artıq vacibdir. Amma başqa yəni qism alimlər deyir ki, fərqi yoxdur. İxtilaflı məsələdir. Fərqi yoxdur. İstərsən azanı eşitmədin, bilirsən ki, filan yerdə cümə namazı qılınır, yəni səfərdə deyilsənsə və s. Gəlib cümə namazını qılmalısan. Aydındır. Səfərdə olanda cümə namazı vacib deyil. Vacib deyil. Yox. Necə ki, o bursu namazlar da qədər. Yəni ki, cəmaatdan qılmağın vacib deyil. Buyur. Namazda, cəm namazda da məsciddə ən fəzilətli yer müəllimlərdən öyrənmişəm ki, imamın arxasının sağ tərəfidir. Bəs ondan sonra ən fəzilətli yer haradır? Sol tərəfdə dayanmaq, yoxsa elə imamın arxasındakı sağ tərəfin adamın sağ tərəfində dayanmaqdır?
Ümumiyyətlə nətədir, qardaş, yəni bax, ən fəzilətli gəlibdir, yəni birinci səhv, düzdürmü? Bəli. İmamın arxası. Əslində imamın arxasında bu kimlər dayanmalıdır? Ən çox bilənlər, yəni hafizlər və imam əgərlərin misal üçün dəstəmazı pozuldu, düzdürmü? O çıxdı, o insan yəni qadir olmalı ki, keçsin onun yeri, namaz davam eləsin. Qayda budur. Fəzilət bağımından, yəni ki, fərqi yoxdur. Sən birinci səhvdə ol. Aydındır, yəni birinci səhvdə ol. Əlbəttə, imama nə qədər yaxın olarsansa, o daha fəzilətlidir. Həm də ki, birinci səhv üçün, gəlib ki, yəni orada saxsı olsun və birinci səhv üçün mərhələlər dua edər. Məqamda, ona mağlusan var ya, belə bir həd seçmişdim, bilmək istəyirəm, hər səhih kimi ki, Peyyəmbər s.ə.v deyir, məsciddə bilir, seçib həmişə orada qılmamaq barədə, belə bir səhih hədis varmı? Yəni, həmişə bir yeri seçib orada qılmayın və əgər varsa, yəni səhihdirsə, bu konkret bir nöqtədən söhbət edir, yoxsa məscidin hansısa bir istiqamətində davamlı qılmaq olmaz, görürsən, o məsələ var. Orada yəni insan yəni həddiləşdirməsin də ki, bu mənim yerimdir, gəlib həmişə orada qılsın, bu mənim yerimdir. Yəni elə bir şey yoxdur. Yəni ki, o yəni indi bilsin görürsüz, yəni belə deyək, yəni açıq yəni o heç bir əlaqəsi yoxdur. Sünnənin və sələflərin yoluna. Görürsən, gəlirsən bir meclisdə, görürsən ki, birinci səhv doludur, qutqalardan, taxtiyinin, ağacdan, kimlə bazar qoy var, özləri yoxdur orada. Bu olmaz əlbəttə ki, yəni ümumiyyət sənə ixtiyarın yoxdur sənin 2 dənə yer tutmağa. Sənin haqqın yoxdur ona. Sən bir yer tuta bilərsən. Düz indi ola bilərsən, insan misal üçün bilir ki, gəlib oturubdur, misalında gün səhərsədən oturubdur, qorur yerin və dəstəmaza çıxmalıdır. O halda onlar nəsə qoydun, getdin tez dəstəmaz aldın, gəldin. Amma yox, sən əgər çıxdınsa artıq ticarət niyyəti ilə, belə insanlar çıxır, həbsələ alış-veriş eləmək, taxtası, tutası durur orada. Bu olmaz, sən qarşı kimi Allah'dırsan, sən savab üçün istəyirsən, sən necə onun savabını qazana bilərsən? Allah razı olsa belə elədiyi kimi, sələflər elədiyi kimi, başqa üzrə ehtiyacı yoxdur özündən belə nələr icad eləməyə. Yenə var. Belə eləmək olar, məsələn, adam ön səhvdən əşyasını qoyur, elm mörcənmək niyyəti ilə nəfsin arxa tərəfində oturub Quranı oxuyur ki, əzbərləyir ki, o ön səhvdəki insanlara mani olmasın niyyəti ilə. Arkada əzbərləyir, oraya əşya qoyur. Elə o icazəlidir. Yox, oturur öz yerində elə də. Elə ətrafındaşlara mani olarlar da səsi ilə. Yəni sən onda o adam çox uca səslə oxuyur. Ola bilər ki, mütəxəssis yorulub oturmaqdan deyib, belli sökü var burada. Problem deyil. İnşallah belə adi anda eləmək problem deyil. Amma daim da elə eləmək hətta belə problemə gətirib çıxarda bilər. Buron eləmək. O olmalı deyil. Məsələn, bizdə onsuz xeyri yoxdur. Görürsən ki, insanlar eləyir də təəssüflər olsun. Buyur. Əlhamdülillah. Maşallah, Allah belə. Vitr namazı ilə bağlı. Bəli. Vitr namazı ilə təheccüd namazı fərqli namazlardır. Təheccüd odur ki, sən elə bir şey yatıb durmağa, təheccüd edirsən, durursan. Yatdın, durursan. Vitr namazı, vitrin mənası tək deməkdir. Tək deməkdir, bitirirsən. Vitrin vaxtı nə vaxtdır? Vitr ümumiyyəti işə namazından sonra qıla bilərsiniz. Əbu Bakr radiyallahu anh yatmamışdan qılardı. Sizin vitri qılardı, yatardı. Ömər radiyallahu anh durub qılardı. Peyğəmbər sallallahu əleyhi gəlib deyəndə Ömər radiyallahu Əbu Bakr belə deyir və Ömər radiyallahu anh belə deyir. İkisini də tərifləyir. Əbu Bakr radiyallahu anh deyir, sən işi ondur ehtiyatlı görənmirsən. Ömər radiyallahu anh deyir ki, sən daha çoxuna can atanısın. Belə. Burada nə faydası? İnsan halına qalır. Bilsən ki, dura bilməyəcəksən, yorğunsan, işdən düzən və s. Xeyr. Həm də qıl, yat. Yox, bilirsən, dura biləcəksən, dur. Sübh namazından bir 15-20 dəqiqə əvvəl durub təheccüd qılmaq. Olar, problem yoxdur. Əsas o sübh namazı girməsin. 5 dəqiqə də olsa belə qalmış olar. Qıldığın sonra. Və o əslində o son 3, gecənin 3də 1 hissəsi var, son ən fəzilətli vaxt ona daxil olur. Ona daxil olur. Bəli. Bir dənə mən sizdən soruşmaq istəyirəm. Belə bir hədis olmalıdır ki, deyir kafirin İmam Şafii çəkdirir. bədənindən çıxanda yaş yön Bir tane sual verirlər, ona 37-sən cavab vermirlər, 33-sən cavab vermir, 7-sən cavab verir, hamısına cavab verir. Yaş yolun deyir məhdədən çıxdığı kimi çıxar. Necə bilir? Yaş yön var, onun məhdədən dartıb çəkən kimi kafirin canlı bədənində, ruhu bədənindən çıxar. Möminin isə stəkana su tökər kimi. Belə bir hədis var, yoxsa? Ümumiyyətlə, yəni ümumi olaraq, yəni möminin canı sözsüz kafir kimi alınmayacaq, rahat alınacaq inşallah.
Allah sevər. Allah səbər eləsin. Amma çox şiddətli bir şeydir. Allah qorusun, dəhşət bir şeydir. Bəli. Ya, bəli, buyur qardaş. Süfrəylə bağlı bir məsələ, evdə təksən, bilirsən ki, evdə iş insan qarşılığına keçməkdir. Yenə də süfrə qoymaq lazımdır. Allah rəsulullah hətta belə səhrada olsam belə, səhrada yenə də süfrə qoymalı. Səhra nədir? 5 kimsəsi yenə də. Yəni, o da bir sünnədir, əməlləməyin. Əlbəttə ki. Süfrə də ki, yəni, təxmini dirsəkdən böyük olmalıdır. Yəni, belə deyil. Ondan böyük nə olsa var. Bəzi alimlər deyir, xəttə çəkmək olar torpağı. O halda ki, heç nə yoxdursa, artıq heç nə tapırsan, ən azı deyir, yəni bunu elə. Heç nə tapmadın, heç nə yox, səhradasan. Bir dənə belə xətt olsa belə çək. O ona aid. Amma belə sənin orada süfrə qoyma imkanın var, amma sən gəlib xətt çəkirsən, o düzgün deyil. Mən bir dənə vitrinlə təəccüd haqqında. Bu sayılmadı, deyəsən. Sayırdın? Süfrəylə əlaqədar edir. Məsciddən çıxanda tanış namaz qıldın. Əsas yolda bəzi adamlar namaz qılır, qarşındakı qrupda elə bir şey, qarşındakı gedir, qarşısı açıq qalır, süfrə qalmır. Onun qarşısından keçmək olar, yoxsa əsas yolda. Və misal üçün, hətta belə o süfrə götürüm bilmirəm. Bəzi hallar necə olur? Girirsən meçiddə, insan girir, indi cahilliyindən mənə, indi Allah bilir qorusun. Meçidin girişində taxtiklə biraz keçir aşağı, qılır. Və qabağında bir 20 metr, 30 metrə məsafə var, düzdürmü? Neyəcəksən? Heç biz onda Allahın izni ilə süfrə məsafəsini götürürük, ondan sonra keçirik. Görüşdün? Süfrə məsafəsi nə qədər? Misal olaraq da 1 metrə. Yəni belə təxmini olaraq da, misal olaraq 2 metr, 3 metrin alıb keçib gəlirsən beləncə. Artıq yəni orada sənin günah yoxdur. Günah kimədir? O süfrə götürməyənə. Bir də vitrinlə təəccüddə vitri də qılıb, təəccüdü də qılmaq, ikisini də qılmaq olar. Əslində gecə namazında ən sonuncu vitr olmalıdır. Misal sən qıldın vitri yatdın, düzdürmü? Sonra elə oldu ki, Allah müvəffəq edə gecə durdun təzdən. Heç nə gecə durdun, dəstəmaz haqqı qıl, belə də dua eləməsin. Amma təəccüd yox. O da artıq sanki təəccüd kimi olur, amma tam yox, olmur. Yəni ikisini də qılmaq olar. Mən vitri də qılam, təəccüd də qılam. Elə bir şey var. Sən əslində yox, vitri qıldım, yapdım. Əslində ən gözəli odur ki, vitrdən bağlamaq. Ən gözəli budur. Ən gözəli. Bəli. Bəs gecəni sonra üçdə biri. Mən də onu deyirəm də, yatdın, durdun, qılırsan təəccüd, vitrdən də bitirirsən də. Bir rükət vitrdən bitirirsən. Hə, vitri də qılır. Bəli, vitrdə gecə də Təəccüd qılırsan. qıldın, daha sonra bir dənə. Bəli. Bacarırsanız ən gözəli oldu. Ondan sonra yatma. Ondan sonra Yatma da, problem sübhü gözləyirəm. heç nə olmaz. Olmaz. Bir sualdır. Namaz qılanda belə bir şey var ki, günəş bir hissədə düşdü, bir hissədə düşdü, orada qılmaq olmaz, vəziyyətlərdə bu şey var, namaz alır. Bəli, o Tirmizdə gələn hədisdir. Orada şeytan oturur. Ümumiyyətlə ki, namaz qılmaq, hətta belə ayrı oturmaq da olmaz. Yarı kölgə olub, yarı günəş olan yerdə. Ya tam günəş düşməlidir üstündən, ya da tam kölgə olmalıdır. Tək namaz qılırsansa buna aiddir. Tək namaz qılırsansa o halda necə olmalıdır? Yəni sən kölgəli yer seçməlisən və günəşli yer. Yox. Misal cəmaat namazındasan, sura düzülübdür, sən də gəl düşdür, o ona aid deyil. Allah səbər İmam eşitdə, imam özü seçməlidir ki, olmasın. Sənə aid deyil. Sənin ixtiyarın yoxdur, cəmaat namazındasın. O bəyənilməyən şeydə tək onda eləmək, yoxsa namazın səhvliyindən əsas? Yox, namaza təsiri yoxdur, amma sən təsəvvür ki, orada şeytan oturan yeridir də. Yəni qadağa gəlibdir bunu, orada oturmaq, namaz qılmaq. Bir dənə dəstəmaz alıb mürgüləmisənsə, məsəl üçün oturaq vəziyyətdə. Və yaxud da dəstəmaz alıb uzanıb arxa üstə uzanırsan. Bu hansı pozulur bu vəziyyətdə? Yox, oturduğun halda inşallah belini sökəməmisənsə, bu dəstəmaz pozulmur. Hətta belə yatsan belə Allah'ın izniyle inşallah. Oturub yatsan. Hətta o halda yəni bilsən insandan yəni nəsə çıxmağın ehtimalı çox azdır da, çıxa bilmir. O İngil özünə o boşluq verirsə belə, o halda sən hiss eləməyəcəksən sənin nəsə çıxsa. Və uzandı. Uzandınsa o da elə, uzandınsa artıq yatdınsa qurtardı. Ha, mürgüləmək ümumiyyətcə, mürgüləmək dəstəmazı pozmur qardaşlar.
İstər oturduğun yerdə olsun, istər uzandığın yer. Çünki sən mürciləsən, mürciləmə ilə yatmanı istəyirsən. Mürciləmirsən elə belə, böyürdən səsləri eşidirsən. Nə danışırlar, neyinlər eşidirsən. Elə belə də gözümüzə mürcüləyirsən. Düzdürmü? Demək səndən nəsə çıxsa onu da hiss edəcəksən. Ona görə yatdığı insan artıq bütün əlaqə kəsilir. Yəni niyə görə də o yəni nəsə çıxsa səndən eləsə hiss eləməyəcəksən, dəstəmaz pozulacaq. Bəs insan uzansa və ya belini söykəsə, amma gözün yox, ətrafını hiss edir də, rahat hiss edir ətrafını. Gözün yox, elə gözün dincəldir. Onda dəstəmaz pozulmur. Yox, mən demək dərin yuxu pozulur. Hətta mürciləsən belə pozulmur. Allah səbər etsin. Bu havanla qadağanın fərqi nədir? Bəli? Havanla qadağanın fərqi nədir? Belə eyni şey dedim ya. Yəni qadağadır da, yəni bu şey eləmək olmaz, değil mi? Qadağa gəlir. Bu haram sayılır o şey. Əlbət sayıla bilər. Sayılır, əlbət. Sizin adi misal götür. Misalsın, qadına, misalsın, daha düzsəm, arxa tərəfdən yaxınlaşmana gəlib, qadağa gəlir. Düzdür? Haramdır, haram deyil. Haramdır. Başqa sual yoxdur. Dəstəmaz fəaliyyətdən çıxıb, üzr istəyirəm, dəstəmaz namaza gedirlər. Bir ki, kanalda nəsə istəyirik ki, necəsi deyil də, pozulur da, təzdən qayıdıb almaq. O birisi nəzərdir, o ümumiyyətcə, yəni o birisi şeytandan da olsun. Çünki o elə bir şey gətirib qapı açır da bir dənə, vəsvəsə qapısı. Bizim sahabələr neynirlərdi, götürərlərdi, ayaqlarından çıxandan sonra belə, əllərin ora su çiçirlərdi belə, çiçirlərdi su belə. Sonra o gələndə beyni atlamaq ki, sudur, sudur. Behirlə müalicə olunur. İbn Qayyim Rəhməllah gətirir ki, elə insanlar olur ki, təsəllə, o damcı şey fikir verə artıq neyniblər də üzr istəyirəm, övrətlərini ipdən bağlayıblar. Nə dərəcəyə çatdırır. Ondan sonra da elə bir ki, ibadət eləmirdi. İnsan qalır elə orada, dəstəmaz qayıtmaq. İlk namlarımızda, ilk burnunla toxunur, mənə də gözə gəldi, yalanıyır, bilmirəm, amma sahiblərəm ki, yalanıyır, İlk var, gəldi burnunla toxunur. Çünki qaçsan yaxşıdır da, çəkinsən yaxşıdır. Bir-birinin arxadan toxunur, amma elə xasiyyəti var. Hədə yüngül belə nəsərsə, şeyini təmizdir. Amma yalanmağını görmədim, yəni belə yalanmadı, yəni yoxdur da, onu yaxlarında. Namaza durmalıdır. Yüngül belə su ilə o təmizdə belə, vaxtda belə. Amma söhbət ondan deyir ki, o hətta ağzını vursa belə, it. Yəni orada 7 dəfə, bir dəfəsi yəni onun torpaqdan olması, o yiyilən qablara aid. Ağzın dəyişilir də yalandan. Ya da ki, həmən o yeri yumaqda hətta yalasa belə, elə bir paltarı qoyduq qırağa. Elə bir ki, ayaq yolundasan, silikdə, nədisdədir. Paltar, neynəyəcəksən? Çarı turlayacaqsın ona. Neynəyəcəksən? Naskı olsun, şalvar olsun. Yox da, yolu var. Dəyişə bilirsə mənim, dəyişsə daha yaxşıdır. Yox, elə bir şey yoxdur. Silməklə kifayət olmuş. Yəni, bax, silinsə, o ayaq yolunda nədisdədir, düzdürmü? Yüngül su başında. O belə silməklə suyla nə qədər silsənsə, o sayılır, o nəziz qalır orada, qardaşlar. Onu neyinsən, götürürsən həmən yeri, yüngül belə su töksən ora, yüngül və sıxırsan. Oradan su tökülməlidir, bir damcı, 2 damcı. Eləmişəm ya, belə eləmək lazımdır. Belə sıxdın mı, bir damcı da su töksə belə artıq təmiz sayılır. Yox, malalıysan, elə bir şey. O bitinin ağzı, yəni, eşitmişəm ki, mən nəzisdə gedir. O bitiyə aiddir. Yox, o gətirdiyi ova aiddir. Gətirdiyi ova, o ağızlarında gətirdiyi ov sənə halaldır. Başqa it gətirsə halal deyil, amma o biti gətirirsə halaldır. Burada görürsənmi, elmdən cahillik fərqi. Fikir verdiyin, elmdə belə itlər belə də fərqlənir, elmlə. Bir dənə sual var. Allahın əmrini üstün tutmalı, yoxsa rəhmətini? Məsəl üçün, dəstəmaz almaq əmridir. Amma nasliyə məhz çəkmək o rəhmət edir. Bu məsələdə hansını üstün tutmalıyıq? Belə deyək, məhz çəkmək xofun üzərindən, yəni ayağına giyindiyin bir şeyin üzərindən, o dəstəmaza daxil edir.
Biri var ki, sən hər namazda dəstəmaz ola bilər. Ha, dəstəmaz alınır. O da dəstəmaz alınır da. Dəstəmaz alanda Yumaq da nəzərdə tutursun. Yumaq. Hər namazda ayağımı yuyuram. Bir də var ki, bir dəfə ayağımı yuyuram. Amma Allah icazə verdiyi üçün dəstəmaz, həmin xofun üstünə və naskın üstünə məhz çəkir. O da, bilirsən nə tər qardaş, o xofun üzərinə məhz çəkmək, naskın üzərinə məhz çəkmək, o da Allahın əmridir da. Sənin üçün rahatlaşdır. Yox da qardaş, o rəhmətindən asanlaşdırıb da onu sənin üçün. Asanlıqdır da. Yoxsa hər bir yaymalıyıq. Yox, elə bir şey yoxdur axı. Əksər məhz çəkmək. Bəli. İnşallah ki, sünnədir, yəni həmin Yox, sünnədir deyəndə qardaş, bu rahatlaşıb da sənin üçün. Necə çəkmək? Din asanlıqdır axı. Dini çətinləşdirməyin, Allah rastası olsun. Hətta sahabələrdən namaz durub qıldıranda, cəmaat üçün uzadanda Allah Rasul s.ə.v onları danlayar, subhanallah. Asanlaşdır deyir, qısa sura oxu, əziyyət vermə. Uzun sura oxuyanda qoymaz da Allah Rasul s.ə.v. O da ki, elə sən oturmuşsan, çünki sən ola bilsin, indi sənin üçün rahat olsun, istidir və s. Amma elə yerlər var ki, çətindir. Yəni bununla götürülmür da bu. Bununla götürülmür. Bir də axı, uşağın, oğlan uşağı batırarsa da sildik. Orada desən, oğlan uşağını o süd əmər uşağa aiddir. Sırf süd əmirsə, oğlan uşağı, yemək yemirsə, heç bir şey qidalanmırsa, o nədir sayılır, elə sütçürlərsə. Oğlan uşağı. Qız uşağı amma yox. Yemək başladı, fərq göstərir, oğlan uşaq. Hətta süddən, ana sütü ilə bərabər belə bir şey ağzına qoyursa artıq, o ona daxil olmuş. Təvəkkənə yersən deyək ki, zikr edin girdin, dəstəmazla aldın. Qalib çıxanda təvəkkəndən çıxma zikri var, bir də dəstəmaz alma zikri var. Hansını deyək və yaxud da hansını daha öncə deyək? Yox, ayaqlarından çıxmanı deyirsən, sonunda dəstəmaz zikrini deyirsən. Bir də ayaqlarından girərkən Bismillah sözünü deyək, yoxsa bir vaxt Allah'ın qoluyursun. Bismillah demək. Deyək, sonra girməmişdən qabaq deyir. Dolar düzdür da. O deyəndə mənim dəstəmaz alanda Bismillahı təkrar demək tez yoxdur. Yox, dəstəmaza Bismillah ayrıdır. Əlbəttə. Əgərləri yox, ayaq yolu var, ayaq yolu da. Yəni ümumiyyətcə bilsən o qədim ayaq yollar özü bilirsiniz də necə idi. Yəni bizdə Azərbaycanda əlbəttə ki, orada dəstəmaz alma olmazdı. Əgər nətər oldu, heç bir yerin olmasa. İndi birincisində orada heç nə qalmır da. Təmiz olur. Yox, işte o aydın məsələdir. Bir də ki, görün, yəni çox bir şey deyir, Bismillah bir dənə deyir belə, başda da belə. Başını tutaq görülən Bismillah deyir, başda misal. Bərabər deyə də bilərsin. Saz olaraq, yəni necə bilirsiniz, dəstəmazı alanda alimlərdən vacib görən var Bismillah və vacib görməyən var sünnə. Ən gözəli nədir? Belə məsələlərdə ki, ixtilaf olanda belə də alimlər arasında ki, vacib sünnə, yaxşı ki, sünnə götürəsən. Zaten onsuz da sən ona əməlliysən. Sadəcə onu buraxanda artıq sənin ibadətin batil olmuş. Bismillah vacib götürürsən, düzdürmü? Sən artıq Bismillah demədinizsə, sənin dəstəmazın sayılmır. Mən bilmirdim, amma mən demədim, yazmaq təzdən aldım. Yox, o sünnədir. Misal üçün, niqab götür. Niqab alimlər arasında ixtilafdır. Baxmayaraq ki, ayələr hamısı ona dalət edir ki, niqabın vacibliyinə, düzdürmü? Amma var da, alimlərdə ixtilafdır, sünnə. Biz nə edirik? Bizdir o, əlhəmdülillah, hamı baxmayaraq ki, giyinir ona, o yenə biz sünnə rəyindəyik. Sabah əmi gəlir, dayı gəlir, misal kim elə qovumlar qədər gəlir ki, sizin çıxıb xoş gəlmirsən deyir. Niqabda üzü bağlı tutmayacaq, bu nədir? Məsələn, qorxurlar, elə bir başlayır, amma əlhəmdülillah ehtiyac yoxdur, qanaşdır bu şeylərə. Əlhəmdülillah, evdədir da, ev əhlidir, hizab geyinir, belə əlhəmdülillah, problem yoxdur. Bəli. Onu görə deyirəm, sən artıq vacib rəyini göstər, sayılmır. Sünnə rəyini sayılır. Bəli, əlbəttə ki. Bu mühümdür. Amin cümləmizdir.